bir neçə saat yollarda olan insan kimi mən hər gün görürəm insanlar yolları necə keçirlər. İnfrastruktur əlbəttə ki vacibdir, amma birinci növbədə insan faktorudur. Yəni ən savadsız bir insan da bilməlidir ki, ağaçların dalından yola tullanırsa, bunu maşın vura bilər. Bunun üçün nə tərbiyə lazımdır, nə bunu başa salmaq lazımdır. Sən ağacın dalından görünməyən maşın səni görmür və sən çıxırsan. Piyadalar yolu biabırçıcasına keçirlər. Piyadalar bizdə, bəlkə də yeganə ölkələrdənik ki, bizdə piyada maşından qorxmur, sürücü piyadadan qorxur. Sürücü piyadadan qorxur. Bizim piyadalar elə bil ki, ölümdən də qorxmurlar, heç ölümlərindən də qorxmurlar. Bəlkə də bu barədə fikirləşmirlər. Amma vəziyyət o qədər yaxşı deyil. Yolun ortasından əyri-yürü keçənlər, diagonal üzrə keçənlər, svetoforun sürücülərə yaşıl yanır, piyada hələ hirslənə sürücüyə deyir, görmürsən. Bu artıq savadsızlığa gedir. Bu da ki, deməli, məktəblərdə, institutlarda bu tərbiyə olunmalıdır. Deməli, mən tələbələrimə də demişəm, bilmirəm, əzizə yadınızdadır ya yox, piyadaları bir neçə kateqoriyaya bölmüşəm ki, onu mənim tələbələrim görəndə uzaqdan tanısınlar və ehtiyat tədbiri. Piyadaları bölmüşsünüz. Piyadaları bölmüşəm, bu dəqiqə deyəcəm. Necə Bəli, bu dəqiqə deyəcəm. Deməli, ümumiyyətlə, sürücülərin əsas səhifini deyim, sonra piyadalara keçim. Sürücülərin səhəfi budur ki, onlar elə bilirlər ki, çoxsu, əlbəttə bizim kursları qutarmayan, qəza ilə edən kursları, ümumiyyətlə qəza ilə edən kursları qutarmayan insanlar, sürücülər elə bilirlər ki, hamı ətrafda qayda qanunla sürəcək. Yolu da ehtiyatla piyada keçəcək, maşınlar normal gedəcək, elə deyil, reallığa baxmaq lazımdır. Maşınlar da ətrafda qanunları pozurlar 2 saniyədən bir, piyadalar da yolu biabırçıcasına keçirlər. Kateqoriya nədən ibarətdir? Deməli, Bikə xala, kimdir bu? Bikə xala yaşlı qadındır, 70'e yaxın yaşı var. Fikirləşir ki, həyatımı yaşamışam, yolu necə istəsəm keçsəm də, nə olası da alnıma nə yazılıb, o da olacaq. Diagonal üzrə yolu keçir. Bunu görəndə sürücülər, yəqin ki, əzizə siz də qazın ayağınızı çəkirsiniz, buraxırsınız. Mən qınamıram, onu qınamıram, həm də qınayıram ki, əlbəttə ki, sürücüyə problem yaradır. Leyli Məcnun kimdir? Leyli Məcnun... Bunlar olsa obrazlı şəkildə. Obrazlı şəkildə. Leyli Məcnun kimdir? Leyli Məcnun bir-birini sevən iki gəncdir. O qədər bir-birini sevirlər ki, bunlar yolda gedəndə bir-birinə baxa-baxa gedirlər. Dəhşət ondan ibarətdir ki, onlar yolu keçəndə də bir-birinə baxırlar. Sən məni sevirsən, mən səni sevirsən kimi söhbətlər yol məsələsi deyil. Deməli, bunlar üçün svetoforun bütün rəngləri çəhrayıdır. Yəni, mən demək istəyirəm ki, infrastrukturun üstünə tam atmaq lazımdır. Birinci növbədə insan düşüncəsindən açılıdır. Avtomobilin pəncərəsindən baxanda amma insan düşüncəsini də Adil müəllim, həmin o infrastruktur formalaşdırır da. Boy mən fikrimi çatdırım. Deməli, bir dənə də tip piyadalar var, yəqin görmüşsünüz. Mən sürücüyəm də, əsas mən sürücülərin canında azı yoxdur. Amma bugünkü mövzumuz axı piyadalardır. Bir növdə var, Monika Bellucci. Kimdir bu? Deməli, Monika Bellucci tanıyırıq Aqil bəy. Tanıyırsınız. Bəli. Qətiyyən ona oxşamayan bir qızdır. Yəqin ki, onun rəfiqəsi ondan borc almaq istəyəndə xoş gəlsin deyə deyib ki, sən Monika Bellucci oxşayırsan. Bu da inanıb və eşidib ki, Monika Bellucci yolu keçəndə bütün sürücülər ona yol verirdi, dayanırdı. Bu da fikirləşir, yəqin elədir. Yolu keçəndə yola baxmayan qızlar görmüsünüz yoxsa yox? Qətiyyən baxmayan, qırmızıya keçən, yolu diagonal üzrə keçir. Heç nədən qorxmur. Bircə onu bilmir ki, bax belə Monika Bellucci'lər Musa Nağıyev xəstəxanasının travmatologiya şöbəsində çoxdur. Belə qızlar çoxdur. Özlərini qorumalıdırlar. Və şamanlar. Axırıncısı şamanlardır. Kimdir bunlar? Bunlar yolun ortası. Yolu keçmirlər, qardaşım. Bunlar yolda şaman rəqsləri oynayırlar. Qabağa, dala, görmüsən əzizə yoxsa yox? Qabağa, dala, maşın sağa verir ki, sağdan geçin qabağa. Maşın soldan keçmək istəyəndə sola, axır ki, arzusuna çatır dırnaq içində. Təkərin altına düşür və sürücünü və özünü işə salır. Belə əsas mədəniyyət problemləridir.